21-ci əsrdə qlobal güc anlayışı dəyişir. Artıq dövlətlərin imkanlarını yalnız hərbi potensial müəyyən etmir. Enerji, nəqliyyat logistika, informasiya və kiberməkan, texnologiya və süni intellekt yeni rəqabətin əsas istiqamətlərinə çevrilir. Azərbaycanın bu yeni geosiyasi reallıqda əsas üstünlüklərindən biri enerji resursları və onların dünya bazarlarına çıxarılması üçün yaradılmış infrastrukturdur. Enerji artıq yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də ölkələrin xarici siyasətinə təsir edən strateji amildir. Müasir dövrdə enerji artıq təkcə iqtisadi resurs deyil, həm də dövlətlərin xarici iqtisadi siyasətinə və geosiyasi mövqeyinə təsir göstərən strateji alətdir. Azərbaycan bu reallığa vaxtında nəzərə alaraq enerji strategiyasının uzunmüddətli milli maraqlara uyğun formalaşdırıb. Neft və qaz ehtiyatlarının səmərəli idarə olunması, ixrac marşrutlarının şaxələndirilməsi və beynəlxalq tərəfdaşlıqların qurulması ölkəmizin enerji diplomatiyasını gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Tanap və Cənub qaz dəhlizi kimi layihələr isə Azərbaycanın enerji strategiyasının əsas nəticələrindəndir. Bu layihələr ölkəmizin sadəcə enerji ehtiyatlarına malik dövlətdən Avropanın enerji təhlükəsizliyinə mühüm rol oynayan strateji tərəfdaşa çevirdi. Və eyni zamanda ixrac bazarlarının genişlənməsi, xarici investisiyaların artması və tranzit ölkə statusunun gücləndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi arenada əhəmiyyətini daha da artırdı. Azərbaycanın strateji əhəmiyyətini artıran digər amil isə coğrafi mövqeyidir. Şərqlə qərbi, şimalla cənubu birləşdirən ölkə beynəlxalq nəqliyyat marşrutlarında mühüm halqaya çevrilir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyası imzalanıbdır. Baxırıq şimala Rusiya ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi var. Eyni zamanda şərqə baxdığımız zaman Çin Respublikası ilə Azərbaycan arasında iki mühüm strateji tərəfdaşlıq sənədi imzalanıb. Çinin bugün əsas üzərində durduğu Avropa ilə Çini birləşdirəcək bir kəmər, bir yol layihəsinin ən mühüm dayanacaq nöqtələrindən biri təbii ki, bir məna olaraq Azərbaycandır. Digər tərəfdən orta dəhlizə, yəni Trans-Xəzər nəqliyyat dəhlizinə baxdığımız zaman bu nəqliyyat dəhlizini təbii ki, Azərbaycan olmadan düşünmək qeyri-mümkündür. Digər tərəfdən Azərbaycan şimalla cənub arasında, şərqlə qərb arasında çox mühüm əlverişli məkanda yerləşməsi bir məna olaraq Amerika Birləşmiş Ştatları və Çinin Azərbaycanla işləmək marağına sövq edir. Orta dəhlizə artan beynəlxalq maraq Azərbaycanın nəqliyyat logistika imkanlarını daha da ön plana çıxarır. Bakı limanı və dəmir yolu infrastrukturu ölkənin regional və qlobal ticarət bağlantılarındakı rolunu gücləndirir. Enerji sahəsində isə Azərbaycanın Avropa ilə əməkdaşlığı yeni reallıqlar fonunda daha da əhəmiyyət qazanır. Son illərdə qlobal enerji bazarında baş verən geosiyasi dəyişikliklər Avropanın alternativ enerji mənbələrinə olan ehtiyaclarını artırıb. Bu şəraitdə Azərbaycan etibarlı, sabit və öhdəliklərinə sadiq enerji təchizatçısı kimi ön plana çıxır. Mövcud infrastruktur və proseslər uzunmüddətli əməkdaşlıq və enerji resurslarının davamlı ixracı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirib. Və bu əməkdaşlıq həm iqtisadi, həm də siyasi baxımdan tərəflər arasında qarşılıqlı etimadı artıran mühüm prosesdir, amildir. Azərbaycan artıq 11 Avropa ölkəsinin qaz təchizatçısıdır. Yəni, bugün Azərbaycan Avropanın enerji təhlükəsində çox mühüm rol oynayır. Təbii ki, bütün bunlar Azərbaycanın böyük güclərin Azərbaycanla işləmə marağı yaradır, Azərbaycanın potensialını böyük güclər görür. Enerji keçidinin sürətləndiyi bir vaxtda Azərbaycanın qarşısında yeni imkanlar da açılır. Xəzərin külək, bütövlükdə isə ölkə ərazisinin günəş enerji potensialı yaşıl enerji layihələrini strateji istiqamətlərdən birinə çevirir. Azərbaycanın gələcəkdə yaşıl enerji üzrə regional mərkəzə çevrilməsi kifayət qədər real perspektivdir. Xəzər dənizinin böyük külək enerjisi potensialı, günəş enerji ehtiyatlarının həyata keçirilən beynəlxalq layihələr və Avropa ilə formalaşan enerji əməkdaşlığı bu istiqamətlərdə mühüm üstünlüklər yaradır. Yaşıl elektrik enerjisinin və gələcəkdə yaşıl hidrogenin ixracı ölkənin enerji sektorunun yeni mərhələyə daşıya bilər. Bu isə Azərbaycanın yalnız neft-qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji istehsalı və ixracı sahəsində regionun aparıcı ölkələrindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.
Ölkəmizin yaşıl enerji siyasətində əhəmiyyətli pay olan Naxçıvan Muxtar Respublikası da yaşıl dünyaya etibarlı tərəfdaşdır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında elektrik enerjisi istehsalının və ixracının artırılması hədəf götürülüb. Külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 meqavatının ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı yaşıl enerjinin istehsalçısı, ixracatçısı mənbəyinə və tranzit məkanına çevirəcək. Samik Nuriyev, İlkin Eylazov, Tərlan İbrahimova, NTV Xəbər.